alamıyorum. Mahnınız əlaydı. Deməli, mən ömrüm boyu qadınları başa düşməyə çalışmışam. Axırda da bir şeyi başa düşmüşəm ki, mən heç nəyi başa düşməmişəm. Alo, bu ssenarini sən yazmısan? Abi, mənə niyə deməmsən, münsiflərin arasında qadın var, aparıcı da qadındır. Aparıcı subaydır. Yaxşı, mən özüm həll edəcəm, yaxşı. Deməyim odur ki, qadınları başa düşməyə çalışmayın, əziz kişilər, sözüm sizədir. Birdən Allah eləməsin, başa düşərsiz, adamın başı çörükər ha. Zaten qadınları necə başa düşəsin axı? Əgər bir qadın deyirsə ki, get nə istəyirsən elə, bu o deməkdir ki, duxun çatır get nəsə elə. Mən o qədər igidlər tanımışam, məhz bu təliyə düşüb həlak olan. Deməyim odur ki, təliyə düşməyin. Qadınları smartfona bənzədirəm. Qadın smartfon kimi bir şeydir. Proqramı çoxdur, funksiyası isə birdir. Funksiyası nə olacaq, kim bilir? Əlbəttə ki, deyinmək. Əgər qadın deyinməyi saxlayıbsa, sevinməyin. Susubsa, deməli növbəti mövzu üçün deyinməyə plan cızır. Əgər heç nəyə etiraz eləmirsə, deməli yatıb. Heyf gör nişanlı olduğum vaxtlar. Sözü kəlbətinlə alırdım. Nə ilah eləyirdim, danışdıra bilmirdim. Kişiyini də sustura bilmirəm. Hələ həyatda elə bir şəxsiyyət də var ki, insan onun qarşısında məcbur olub özü susur. Kimdir o şəxsiyyət? Əlbəttə ki, qaynana. Misal mənimki. Öz evin kiraya verib, əri ilə yığışıb gəlib oturublar bizdə. Bax, and içə bilərəm, öz əllərimlə ölçmüşəm. Onlara ayırdığımız otaq 6 kvadrat metrdir. Qaynanam 8. Təsəvvür elə. Hələ kişinin qızı o gün məndə irad da tutur. Bəs deyir ki, əsl kişi odur ki, onun üçün həll eləyə bilmədiyi problem olmasın. İndi bu sözündən sonra mən də belə bir fikrə gəldim. Əsl qadın da odur ki, onun üçün yarada bilmədiyi problem olmasın. Qadın deyirəm, problem falan, adam ürkür biraz, üzürürsən. Sən gedim. Yox, ehtiyat yox. Qaynanamın bir də belə bir xəssiyyəti var. Hər yanımdan keçəndə məni sancmasa, canına can deməz. Misal o gün səhər evdən çıxanda, bəs qayıdıb mənə deyir ki, bala gedirəm itə yem almağa, sənə də nəsə alım. Bax, bu şey bilsən nə deməkdir? Bu girdi, bu oturdu da, tamam. Bundan şey keçmək yoxdur, bu söz 7 qatından keçirsən. Duxun var, cavab qaytar. Bax, ona görə deyirəm, qaynanaya qarşısında susursan, məcbursan. Qadınların əşyalarımıza toxunmaq söhbəti var. O günləri qaynatam evə ələk-vəli eləyib nəsə axtarır. Bəs o bir otaqdan qaynanama qışqırır ki, arvad, qalustuku tapa bilmirəm, şifaneri hara qoymusan? Qalustuku tapa bilmirəm, şifaneri hara qoymusan? Şifaner yoxdur, yoxa çıxıb yəni. Təzəlicə ailə qurmuşduq, təzə ailə qurmuşduq, bəs yoldaşım qayıdıb mənə dedi ki, ay kişi, sən pulu çox ağılsızcasına dağıdırsan. Pulu ver mənə, mən pulu ağıllıca xərcləyəcəm. İllər uzunu pula yoldaşım nəzarət eləyir ki, pul ağıllıca xərclənsin, güya. Nəticədə nə ağıl qalıb, nə də pul. Bəs şərqdə deyiblər ki, qadın ailə ocağının qoruyucusudur. Belə baxanda düz deyirlər, çünki həmin ocağın içində ailənin bütün büdcəsi yanır. Təzəlicə yoldaşım hələ diyetaya da oturub, rəfiqələrin hamısı dietada da axı, bundan qalıb nə olacaq? Nəticədə yoldaşım oturub dietada, mən kreditlərin içində. Dayı, bu bilmir ki, mən bu kreditləri ödəyib başa çatdıra bilməsəm, bu yazıq məcbur oturacaq dietada. Bir də qadınlar haqqında sizə möhtəşəm bir sir verim. Əgər bir qadın deyirsə ki, uşaqları ərindən çox istəyir, inanmayın, yalandır, vallah yalandır kişi. Çünki qadın harasa gedəndə uşaqları qonşudakı arvada tapşırıb gedə bilər, ərini isə heç vaxtı. Sən nə görürsən burada? Bir saatdır basma basanda göstəmirəm mən səni. Arvad, yarışmaya qatılmışam da səhnəyə çıxmışam. Evdə ağzından sözü kəlbətinlə alınan, burada dil ötürürsən. Yarışmaya qatılan vaxtında sənin. Niyə? O boyda Rafael İskəndərov, Coşqun Rəymov neçə ildir səhnədən əl çəkmirlər? Onların işi budur. Sən nə iş görsən bəs burada? Düş danca getdik, düş. Ay kişi, bax buna görə deyirəm, qadının sözü ilə oturub durur. Mən həmişə demişəm, arvaddan qorxmayan kişidir. Qorxdum, nətər gəldisə mən belə qorxdum, yazıq kişi. Buyurun. Birinci dəfə dərs stand-up'ını
İlk dəfədir, bəli, ilk stand-up. Tam stand-up da demək olmaz. Buna stand-up içində səhnəcik demək olar, ya biz elə fikir. Yox, yaxşı idi, mənim xoşuma gəldi. Kim yazıb? Eldar Göyçaylı bizim həm rejissorumuz, həm senaristimiz, həm də dəyərli könüllümüz 2 həftədir məni məşq elətdirir. Hər saat 9-da dururuq tezdən. 2 həftədir onun üzünü görürəm. Yəni gecə yuxuma da girməyə başlamışdı son 2 həftədir. Bu monoloq sizin yaşınız üçün deyil. Yox, o aydın Biraz, məsələdir. hə. Sadəcə mən bu sözü Evlilikdə daha təcrübəsi çox olan bir yaş. Mənim bu 18 illik ömrü həyatımda, yəni burada çıxıb danışılacaq bir şey yaşamamışam yəni. Yaşım 18 yaşım var. Ona görə ssenari yazdım. dəfə üçün Pis Ssenari biz bu yerdən götürməmişik, Ssenari də qabaqda yaxşı idi. deyib. Özümüz yazmışıq. Amma o qonşuya tapşır söhbətini hardasa eşitmişdim. Bəli, mən o momentdə... Mən ona cavab deyirəm, ssenari mən yazmamışam. Hə, Müəllim yazıb. o sənin günahın deyil. Bəyənildi, yəni orta əməklərinə görə, əziyyətlərinə görə. Təşəkkür edirik uşaqlar. Çox sağ olun. Yolunuz açıq olsun.